Salam əzizləyicilər, xoş gördük sizləri yenidən mənim kanalımda. Mən sizin tarix müəlliminiz Tural hocam. Bugün sizlərə 19-u 20 deməli aprel 2026-cı il tarixində keçirilmiş OTK və MQM birgə təşkilatçılığı ilə baş tutan sınaq imtahanının tarix suallarının izahını verəcəm ikinci qruplar üzrə. Deməli, birinci sualımızda nə deyir? Deyir ki, Alparslanın hakimiyyəti dövründə Səlcuqların Azərbaycana yürüşünün nəticələridir. Alparslanın hakimiyyəti dövrü başlayır 1000, deməli 63-dən 1072-yə qədər. Burada Səlcuqlar İki dəfə hücum edib. Bir 1065-də Rəvadiləri süquta uğradıblar. Bir dəfə də 1066-da deməli Şirvanşahlara hücum edib Qaratəkin. Bu olmaz. Şirvanşah tutulu olar. Bunlar məğlub olub 1066-da. Didiqori döyüşündə bunlara aidiyyəti yoxdur, çünki 1121-dir. Bu əvvəldən bağlanıb, yəni buna aidiyyəti yoxdur. Rəvvadilər dövləti süqut etdi, olar. Doğru cavabımız nə olacaq burada? B variantı. 1065, 1066. İkinci suala baxırıq. Xəritədə verilmiş şəhərlərin 2-ci Rusiya Qacar müharibəsi dövrünə aid uyğunluğunu istəyir bizdən. Deməli, şəhərlər deyəndə burada biz Təbriz, İrəvan, bir də nəyi görürük? Bu İrəvandır, bu da Gəncədir. Fəqəti idarə Təbrizdə yaradılıb. Qarabağ, Quba xanlığında Rus işğalına qarşı baş verən üsyana yardım bunlar heç bir göstərməz. Əhalisi üsyan edərək şəhəri ruslardan azad edib Gəncə olar. Şəhərin alınması Sankt-Peterburq, bu İrəvandır. Çünki İrəvanın tutulması belə deyək çətin idi. Birinci Rus-Qacar müharibəsində tuta bilməmişlər. İkincidə də güc bala tutdular. Qacarların qoşunu birləşərək Rus ordusunu məğlub etmişdir. Bu da İrəvandır, amma əslində bu birincidədir. Deməli, 1-ə A olar, 2-yə C, 3-ə də nə olar? D olar. Bu sualda doğru cavab A variantıdır. Növbəti sualımıza baxaq. Deməli, növbəti sualımız nətərdir? Deyir ki, 63-cü sualda Çinin eradan əvvəl 1-ci əsr tarixinə aiddir. Eradan əvvəl 1-ci əsr. Yeni sülalə olmaz, Xan sülaləsidir hələ orada. İlk yazı olmaz, əvvəldən var. Konfutsi təlimi yayılmağa başlayıb daha əvvəl. Qırmızı qaşlılar üsyanı bizim eranın 18-ci ilindədir, 1-ci əsrdədir. Burada eradan əvvəl 36-cı ildən söhbət gedir. Deməli, nə olacaq? Qərbi Hunun süqutu. 64-ə baxırıq. 20-ci əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatı üçün xarakterik idi. Neftin çıxarılması daha çox xırda və orta müəssisələr yox, təmərküzləşmə gedib əslində 20-ci əsrin əvvəllərində. İlk pəhsil təsərrüfatı da olmaz. İlk neft kəməri də olmaz, çünki onlar 19-cu əsrdə qalır. Buxar mühərriklərin tətbiq edilməyə başlanması da daha əvvəldə 19-cu əsr. Burada doğru cavab Y variantı olacaq. Çünki yüngül sənayedə əsasən milli burjuaziya üstün idi. İpəkdə, pambıqda, balıqçılıqda və s. 65-ə baxırıq. Birinci Dünya müharibəsi dövründə. Bax diqqətli olun ha. Birinci Dünya müharibəsi 1914-ün 28 deməli iyundan başlayır ta gəlir nə vaxta qədər 1918-in 11 noyabrına qədər. Həm Şimali Azərbaycanda istir, amma həm də Cənubi Azərbaycanda. Milli hökumət Şimali Azərbaycanda var, amma Cənubi Azərbaycanda 1920-dir, olmaz. Muxtariyyət hər ikisində olacaq. Çünki bizdə də var, orada da var. İlk seçkili o idarəetmə orqanı Azərbaycanda daha əvvəl yaranıb. Müsəlmanlara qarşı soyqırım hər ikisində olar. Milli pul vahidi dövrəyə buraxıldı, Cənubi Azərbaycanda olmayıb. 2-4 olacaq bu sualda cavab C variantı. Gələk 66-ya baxaq. Xəritədə rəqəmlərlə verilən şəhərlərin 13-cü əsrdəki xüsusiyyətləri. Hansı şəhərlər verib? Təbriz, Gəncə və Dərbənd. Bu tipli suallar imtahana düşür. Şəddadilərin paytaxtı olub, olmayıb. Çünki 13-cü əsrdə heç bir belə deyək şəhərə götürə bilməzsən onu. Düz Gəncəyə çaşıb götürmək olar, amma olmaz. Çünki 13-cü əsrdir. Deməli, o məntiqdən A variantı olan bütün variantları neyinirik? Atırıq, cavabımız çıxır. Mənə elə gəlir ki, bu sual ya topluda olmalıdır, belə bir sual olmalıdır. İmtahan suallarından biridir bu sual. Bu ya buna çox yaxın sual olacaq, ya da ki, elə eyni ilə belə bir sual ola bilər topluda. Qarşımıza çıxıb işləmişik belə sualları. 67 qədim Roman imperiya dövrünün xarici siyasətinə aid olduğunu müəyyən edir.
İmperiya dövrü başlayıb eradan əvvəl 27. Əziz şagirdlər, daha çox diqqətli olmalı olduğunuz məqamlar artıq bunlardır. Biz Romaya aid olanları hər şey imperiya dövrünə aid götürə bilmərik. Məsələn, Qanıq döyüşünü biz imperiya dövrünə götürə bilmərik. Atropatena, Praspa döyüşü olub, amma imperiya yox, respublika dövründədir. Bu olar, Oktavianla dostluq olar. Kara döyüşü 53. Belə deyək də, birinci bu Kara döyüşündə bunlar məğlub olublar. İkinci tərəfdən də Roma imperiya deyildi orada. Deməli, 1-ə AC olmaz. AC olmaz, AC olmaz. 1-ə yalnız B ola bilər. 2-yə baxaq. Pompey ordusu Albaniya ilə döyüşüb, amma bu imperiya dövrü deyil. 2-yə deməli A olmaz. Elə olanda məntiqlə B və C qalacaq burada. Doğru cavabımız D variantı. 68-ə baxırıq. Nə deyir 68-də? Rusiya çarı birinci Pyotrun yeritdiyi xarici siyasət nəticəsində 17-ci əsrdə. Baxın, görün ipucu nə qədər verir. Şəxsi verir 1, istiqaməti verir 2, əsri verir 3. Məsələn, Azov qalasının ələ keçirilməsi 1796-dır. 1795-ci birinci yürüşü uğursuzdur, ikinci yürüşündə tutur. Bu xarici siyasətdir. Amma mütləq monarxiya bu daxili siyasətdir. Hələ 17-ci əsrə aid deyil, o qalırdı. Bu 18-də daha çox formalaşma gedib burada. Qaradənizdə üzmə hüququ 1700 deməli 74-dür. Bu kiçik qaynarca sülhüdür. Buna aidiyyatı yoxdur. İsveçə qarşı Avropa İttifaqını yaradıb, bəli, Şimal İttifaqını yaradıb, bu düzdür. Krım xanlığı isə 1783-də işğal olunub, buna aidiyyatı yoxdur. Doğru cavabımız nədir? Daha doğrusu, əslində Pyotrun dövrüdür də, amma o dövr, belə deyək də, 17-ci əsr, daha doğrusu 18-ci əsrdir. Yox, yox. 1783 niyə Pyotrun dövrü olsun ki? Bu 18-ci əsrdir. Belə deyək, Rusiya Qaradənizdə üzmə hüququ 1774-dür. Hə, mən niyəsə 1600-dən fikirləşirəm, 1700 deyək. 5 səhvdir. Burada doğru cavab nə olacaq? 1 və 4. D variantı. Bunlar Yekaterinanın dövrüdür. Budur, budur. Bunlar Yekaterinanın dövrü. 69-a baxaq. Uyğunluq gözlənilmişdir. Beynəlxalq konfrans. Lokarno. Almaniya və Rusiya arasındakı sərhədlərin toxunulmazlığı təmin. Yox, bu Almaniya Rusiya arasında deyil. Almaniya, Belçika və belə deyək də Fransa arasındadır. Yalta. Bu olar. Münhen. Bu da olar. Yox, Yaltada olmaz. Beynəlxalq konfrans, hərbi tribunal Yaltada olmaz. Burada olacaq Strez. Avstriyanın ərazi bütövlüyünü təminat verir. Kim verir bunu? İtaliya. Burada doğru cavabımız nə olacaq? D variantı. Yaltada yox, bu Potsdamda olacaq beynəlxalq hərbi tribunalın yaradılması. Gələk nəyə? 70-ci suala. Şirvanşahlar dövləti Məziyyətlər sülaləsinin hakimiyyəti illərində, Kəsranlərin hakimiyyəti illərində. Sazilərin hakimiyyətini məziyyətlər qəbul edib, düzdür. Atabəylər məziyyətləri görmür. Çünki 1027-də məziyyətlər Kəsranlərlə əvəz olunub. Şirvan hakimi Şəhriyar ərəblərin bu zaman heç Şirvanşahlar dövləti yox idi. Deməli, Kəsranilər sülaləsinin hakimiyyəti Teymurlərlə ittifaq olan Dərbəndidir, olmaz. Səlcuqlara xərac verən və ya ondan imtina edən Kəsranilərdir, olar. Cəlalilərin hakimiyyətini 1367-də qəbul edən bunlardır, olar. Deməli, 1-ə A, 2-yə B, C. 1-ə A, 2-yə B, C isə hansı variantdadır? D variantındadır. 71-ci suala baxaq. Ərəb xilafətinin Əməvilər tərəfindən idarə edildiyi dövrdə. Suallarda bir yaxşı tərəf var ki, deməli 661-750 konkret illəri deyir və biraz da ona görə daha rahat tapmaq olar deyə düşünürəm. Amma bunun bir tərəfdən, digər tərəfdən çətinliyi ondan ibarətdir ki, uşaqlar ümumi götürə bilərlər. Sasani dövlətini süquta uğratması 651-dir. Buna aidiyyət yoxdur. Amma müsəlmanların İspaniya tutması 711-dir. Götürərik. Bağdad şəhəri Səlcuqlar tərəfindən 1055-də tutulub. Bu Abbasilər dövrüdür. Mehranlərin hakimiyyətinə son qoyma 705-dir. Götürə bilərik. Əbu Müslüm üsyanının başlaması, bəli, bunlara aiddir. Məhz Əbu Müslüm bunları hakimiyyətdən salır. Abbasilərin hakimiyyətə gəlməsinə şərait yaradır. 2, 4, 5. Bu sualda doğru cavabımız Y variantı. 72-yə baxaq. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu. Baxın 44 günlük deyir ha. Ondan əvvəl yaxud ondan sonra götürməyəcəyik. Laçın rayonunun mərkəzi işğaldan azad olundu. Müharibə dövründə yox, müharibədən sonra azad olunub. Ağdərə şəhərini qanunsuz terrorçu. Bu şəhərdə biz belə deyək də antiterror əməliyyatları zamanı bunu təmizləmişik. 2023-ə gəlir çıxır artıq bu. Olmaz. Lələtəpə yüksəkliyi 2016-da götürülüb. Olmaz aprel döyüşlərində. Amma Daşaltı kəndində olar.
Murovdağ zirvəsi də elə müharibənin ilk günlərində azad olunmuşdu. Doğru cavabımız nə olacaq? C variantı. 73. Komendant idarə üsulu dövründə Cənubi Qafqazda sosial-iqtisadi həyatda baş vermiş dəyişikliklər. Komendant idarə üsulu 1840-lara qədər gəlir, amma diqqətli olmalı olduğumuz məqam burada sosial-iqtisadi sahədir. Daxili gömrüyün tətbiq edilməsi olmayıb, əksinə ləğv olunması olar. 1 olmaz. 2-yə baxırıq. Xanabad manufakturası olar 1827. Yüksək gömrük olar 1800 neçənci ildir? Bu 31-ci ildir. Yeni ticarət əsasnaməsi. Kəndi qrupları ləğv olunub, yəni mülkədar tabelisi yaradılıb 1846-da. Bu 4 olmaz. 5. Dövlət kəndlərinin köçmə hüququ 1853-dədir. 5-də olmaz. Doğru cavabımız nə olacaq? C variantı. Gələk nəyə? 74. 19-cu əsrin ikinci yarısında müəllimlər seminariyasını fəaliyyət göstərdiyi Azərbaycan şəhəri. Bu 1880-lərdə İrəvandır. İrəvan seminariyası yaradılıb. Biz C variantı götürməliyik. 14-cü əsrdə İngiltərədə nə baş verib? Baxaq 75-də. Kral məhkəməsi olmaz. Mütləq monarxiya prosesi olmaz. Vergilər olmaz. Parlament yaradıldı 1265-dir. Bu 13-cü əsrdə olmaz. 14-cü əsrdə artıq parlament iştirak edəcək qanunların verilməsidir. G variantı. 76. Birinci Respublika, yəni AXC-dən fərqli olaraq deyir ki, 3-cü Respublika, yəni bizim bildiyimiz 1991-dən bu tərəfə də bizdə 3 Respublika götürürük də. Birinci Respublika AXC, ikinci Respublika Azərbaycan Sovet Sosialist Respublikası və üçüncü Respublika Azərbaycan Respublikası. Milli pul nişanları hər ikisindədir, fərqli deyil. Deməli, bir olmaz. 2. Türkiyə Respublikası biz AXC vaxtı olmayıb deyə biz götürəcəyik bizə, yəni Azərbaycan Respublikasına. Belə deyək, Bakı-Batum neft kəməri qalsın. Beynəlxalq təşkilatlara üzv olmağımızı götürəcəyik. Çünki AXC beynəlxalq təşkilatlara üzv olmayıb, sadəcə de facto tanınıb. Qazın dünya bazarına nəqli və satışına nail olmuşuq. Bəli. Doğru cavab nə olacaq? 2, 4, 5. Çünki Bakı-Batum neft kəməri bərpa olunub 1930-da. Əslində o tam dünya bazarına da deyə bilmərik onu. Yəni Rusiyaya oradan ixracı falan daha asandır deyə düşünürəm. Amma istənilən halda 1930-lardadır o. Gələk nəyə? 77-ci suala. Həm Ərəb xilafəti, həm Bizans dövləti ilə diplomatik əlaqələr yaratmış. Muğan Xaqan ərəbləri görməyib, Xlodvik ərəbləri görməyib. Cavanşir hər ikisinə əlaqə yaradıb, Böyük Karl hər ikisinə əlaqə yaradıb, Attila isə ərəbləri görməz. Cavab nə olacaq? 3, 4. Nisbətən tapıla bilər sualdır deyə düşünürəm, əgər çaşmasa uşaqlar. Gəlirik növbəti sualımız nədir burada? 78 deyir ki, Azərbaycan SSR-də 20-ci illərin ikinci yarısı, yəni 1925-dən sonra həyata keçirilən sosial-iqtisadi və siyasi tədbirlər ölkənin həyatında köklü dəyişikliklərə səbəb olub, iqtisadiyyatın bütün sahələrində dövlət nəzarəti bərqərar olub. Söhbət sənayeləşmədən gedir. Sənaye. Deyir ki, bu prosesin gedişində amma siyasi sahədə baş verən, yəni iqtisadini soruşmur. Məsələn, xüsusi sahibkarlığa son qoyulma ola bilərdi kollektivləşmə nəticəsində, amma biz bunu götürməyəcəyik. Çünki o iqtisadi sahədədir. Sonra burada əks inqilabçılığı da çıxarır, çünki daha əvvəldir. Çünki bizdə 20-nin yarısından sonra deyir. Təkpartiyalı sistem olar. Burada 3 nədir? Sovetlər ləğv olunmur. Sovetlər sadəcə icra qurumuna çevrilir də. Sovetləri elə bil ki, belə deyək də, nüfuzdan deməyək də, hüquqları əllərindən alınmış olur. Hə, burada cavab nə olur? Bir də 1936-da SSR ləğv olunur. Doğru cavabımız nə olacaq? C variantı. 79. Zarı istəyir birinci. Kamil Təpəni Baba Dərvişə. Zar Kəlbəcərdədir. Kəlbəcər isə rəqəmlərdən 2-dədir. Deməli, bizim cavabımız 2 ilə başlamalıdır. Kamil Təpə Ağcabədidə, Ağcabədi də 3-dədir. Baba Dərviş də Qazaxdadır ki, Qazax da burada 4 göstərilib. 2, 3, 4. Cavab nə olacaq? D variantı. Baxaq 80-ə göstərilənlərin heç birinin aid olmadığı türk dövlətidir. Aşina sülaləsinin hökmdarlar tərəfindən idarə edilir. Aşina olacaq Xəzərlərdə və Göytürklərdə. Müəyyən müddət Sasani dövləti ilə müharibə aparmışdır. Müəyyən müddət Axunlar müharibə aparıb, Göytürklər aparıb. 10-cu əsrdə süqut etmişdir. Salarilər 981-də süqut edib. Demək, Qəznəvilər nə vaxt süqut edib? 1187-də. Qəznəvilər Aşina deyib, Qəznəvilər Sasaniləri görməyib. Doğru cavabımız nə olacaq burada? C variantı. Qaraqoyununu verib.
Şirvanşahları verib, ağ qoyunları verib, amma burada dördüncü hissəni istəyir bizdən. Yəni Şirvanşahlarla ağ qoyunlara aid olsun, Baharlılara, qara qoyunlara aid olmasın. Hülakilərin vassallığı ağ qoyunlar görməyib. Səfəvi dövlətinin qoşunlarına məğlub olması, qara qoyunlu dövləti Səfəvi dövlətin görməyib deyə götürərik. 16-cı əsrdə süqut etməsi 1503-1538 götürərik. Hülakinin məğlubiyyəti. Bunlar Ağqoyunlar Hülakini görmür. Teymurilərlə mübarizə isə Qaraqoyunlara da aid olur. Ona görə götürmək. Bu sualda doğru cavabımız 2-3-dür. Y variantı. Yəni Şirvanşah və Ağqoyunluya aid olan. Baxaq, nə deyir? Şah Təhmasibin cədvəldə adı verilən hökmdarlarla ümumi cəhətini istəyir bizdən. Məlikşah toplarla təchiz edilmiş daimi qoşun. Məlikşah dövründə top yoxdur, amma paytaxtda hər ikisi dəyişib, hər ikisi də tacirlərə bəzi güzəştlər eləyib. Həsən Padşah. Həsən Padşah böyük Moğolu görməyib. Osmanlı ilə müharibə aparıb, bu da aparıb. Teymurilərin Azərbaycandan çıxarılması Təhmasib Teymuriləri görməz. Deməli 2-yə yalnız B olmalıdır. 2-yə yalnız B olan variant 2 variantdadır. Burada isə A variantın, B variantında biri A veribdir, götürməyəcəyik. Burada A variantı olacaq doğru cavabımız. 83. Kronoloji ardıcıllıq Bakı xanlığının Qubaya qatılması nikah diplomatiyası ilə 1767-dir. Əfşarlar 1736-dır. Məhəmməd Həsən xatın arxı döyüşü 1757-dir. Gəncə 1752 olacaq bu. Deməli, baxsaq ardıcıllığa. Birinci Əfşarları qoyarıq. Sonra Gəncəni qoyarıq. Sonra Bakını qoyarıq. Yox, Bakını yox. Məhəmməd Həsən xan qoyarıq. Sonra Bakını qoyarıq. 2-4-3-1 olacaq ardıcıllıq. 84. Xosrov Paşa bəy Sultanov. Bu 4-cü Dövlət Dumasının deputatı olmaz. Məhəmməd Yusuf Cəfərovdur, orada səhv eləmirəmsə. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk hərbi nazir. Bəli, bu ilk hərbi nazir olub, amma qısa müddət. Çünki belə deyək də, birinci hökumət kabineti qısa müddət 16 gün, 17 gün orada fəaliyyət göstərdi. Mayın 28-dən iyunun 16-sında, 17-sində böhran olur, buraxılır. Orada ilk hərbi nazir budur, amma təzədən bərpa olunur 1 noyabrda 1918. Orada nazir isə Fətəlxan Xoyski özü olacaq. Sonradan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski olacaq. 1917-ci ildə yaranmış xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanı təmsil etmişdir. Bu da deyil. Qarabağın general qubernatoru olub. Parlamentin sədri isə Əlimərdan bəy Topçubaşovdur. Bu olmur. Doğru cavabımız nə olacaq burada? 2 və 4. Gəlirik nəyə? Deməli, burada baxaq. 19-cu əsrin ikinci yarısında, yəni 1850-dən bu tərəfə. Konstitusiya qəbul etmiş dövlətlər. Osmanlı qəbul edib 1876 Mithed Konstitusiyasıdır. Bir də Birləşmiş Almaniyanın vahid konstitusiyası 1871. Deməli, cavab nə olmalıdır burada? 3-4. Almaniya və Osmanlı. Teymuri hökmdarı Şahrux Əmir Teymurdan fərqli olaraq paytaxtı dəyişib bəli Herata köçürüb Səmərqəddən. Şirvanşahlarla hər ikisi ittifaq yaradıb, olmaz. Osmanlılarla diplomatik münasibətlər, hə. Azərbaycanın hər ikisi yürüş edib. Əslində Osmanlılar Şahruxla normal diplomatik münasibətlər yaradıblar, biraz çəkiniblər ondan. 1-3 olacaq burada cavab. 87. Uyğunluğu müəyyən edin. Osmanlılar məğlub oldular. Yəni verilən döyüşlərdə Osmanlılar məğlub olub. Ankara döyüşündə məğlub olublar, amma nə Bayandurlulara, nə Səfəvilərə, Teymurilərə məğlub olub. Malatya döyüşündə bəli, Bayandurlulara məğlub oldular Uzun Həsənə. Buğurt döyüşü 1554 Səfəvilərə məğlub olublar. Həmədan yaxınlığında döyüş. Həmədan yaxınlığında döyüş Osmanlılarla Səfəvilər arasında olub 1731-də. Amma orada qalib gəliblər Osmanlılar. Məğlub olmayıblar, götürməyəcəyik. Otluqbeli döyüşündə isə Bayandurlulara qalib gəliblər, məğlub olmayıblar. Deməli, bu sualda doğru cavab 1-ə B, 2-yə isə yalnız C olacaq. Bax, bu şəkildə. Gələk situasiyaya baxaq, görək situasiyada nə deyir. Deyir ki, SSR qoşunları 1979-cu ilin dekabrın 27-sində Əfqanistana daxil olur. Əfqanistan xalqı xarici hərbi müdaxilə və vətəndaş müharibəsi dövrünə qədəm qoydu. Sovet müdaxiləsi nəticəsində 5 milyona qədər Əfqan ölkəni tərk etdi. SSR Əfqanistana qoşun göndərməsi ilə ABŞ-ın Əfqanistanı işğal etməsinin qarşısını aldığını iddia edib. Dövlətlərarası münasibətlər yenidən gərginləşir. Bu soyuq müharibənin yeni mərhələsinin başlanğıcı olub. SSR veto qoyduğuna görə BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edə bilməyib. BMT Baş Məclisinin sessiyası isə 1980-ci ildə xarici qoşunların Əfqanistan çıxarılması haqqında qərar qəbul etməklə kifayətlənə bildi. ABŞ-da bu hərbi müdaxilə
əleyhinə geniş təbliğat kampaniyası başladı. ABŞ hər il Əfqan mücahidlərinə 100 milyon dollarlıq yardım göstərirdi. Nəysə. Cədvəlin hər sətrinə dair mənbədə verilməyən bir nümunə yazın. Bax, ikinci abzasda bəhs edilən gərginləşmənin digər səbəbi. Yəni burada gərginləşmə yeni mərhələdən bəhs olunur. Burada bir səbəb Əfqanistana qoşun göndərməkdirsə, başqa səbəb nə ola bilər? Başqa səbəb orada SSR-nin SSR-nin orada Avropada yaxın mənzilli raketlər yerləşdirməsi olacaq. Yaxın mənzilli. Eləcə raket yerləşdirməsi də ola bilər. Raket yerləşdirməsi. Hərbi müdafiəyə qarşı atdığı addım. Üçüncü abzasda hansı ölkənin adı çəkilib? ABŞ-ın. ABŞ embargo qoyur SSR-yə. Embargo, nə embargosu? Taxıl bir də texnologiya embargosu. Sonra 1980-ci ildə Moskva Olimpiyadasını boykot eləyir. Sonra orada onlar yeni proqram, strateji belə deyək də, Ulduzlar müharibəsi proqramını qəbul edir. Deməli, Moskva 1980 Moskva Olimpiyadasını boykot, sonra belə deyək də Ulduz müharibələri proqramı. Baxaq, ikinci abzasda altından xətt çəkilmiş ifadənin tarixə hansı adla daxil olduğunu yazaq. Soyuq müharibənin yeni mərhələsi. Bu əslində son tutaşma adlanır 1980-lər. Son tutaşma və bu tutaşmada SSR məğlub ayrılır. Birinci abzasda bəhs edilən hərbi müdaxilənin əsas məqsədini yazın. Yəni SSR bu hərbi müdaxiləni niyə eləyib ora əslində? Belə deyək də, SSR-nin Əfqanistana qoşun göndərməsi əslində orada Əfqanistanda belə deyək, kommunistlər hakimiyyətə gəlmişdi. Sonradan onların belə deyək də SSR ilə siyasətin uzlaşmaması bir şəkildə SSR-nin ora yenidən qoşun göndərmək məcburiyyətində qalmasına səbəb oldu. Əsas səbəb budur. Yəni məsələn biz baxsaq orada görsək ki, məsələn tutaq ki, əvvəlcə orada SSR əslində dəstəkləyir. Əfqanistanda normal belə deyək də dövlət yaranır, amma nə baş verir sonra? Sonra belə deyək də görəcəyik ki, biz orada belə deyək, SSR-ni dəstəklənmədiyi bir siyasət ortaya çıxır. Ona görə də SSR ora qoşun yeritmək məcburiyyətində qalır. Cavab olaraq nə yazacağıq bura? Cavab olaraq kommunistlərin dəstəklənməsi və yaxud onların hakimiyyətinin qorunması da yazsaq doğru ola bilər. Belə yazsaq daha doğrudur. Tamam. Beləliklə bir sınağın da izahının sonuna gəlib çıxdıq. Növbəti sınaq izahlarında və mövzu izahlarında görüşmək ümidi ilə sağollaşıram. Sağ olun, özünüzə yaxşı baxın.